Ayrıca siz bizi kimlerle mukayese ediyorsunuz? Biz Acem diyarının aslanıyız. Hiçbir kuvvet bizi mağlup edemez. O halde size çaldıranı hatırlatmak isterim şahım. Ay. Bu məsələ bilirsiniz nədir? Əslində fikir vermənəm belə şeylərə. Sadəcə hər bir günümüz insanı kimi mən də sosial şəbəkələrdən istifadə edirəm və belə videolar qarşıma çıxır. İnsan da istəmiz əsəbləşir. Bax, bəlli bir miqdar maliyyə xərcləyib, gözəl kast komandası toplayıb, həqiqətən də gözəl platformalar yaradırsınız. Amma kaş bir də tarixçi gətirərdiniz. Komandaya əlbəttə. Çünki tarix serial çəkirsiniz, onu görə deyirəm, yəni başqa bir məsələ yoxdur. Qardaş, yaxşı, tarixçi falan istəmirik. Heç olmasa tarixdən biraz da başa çıxan biri də yox idi. Bu nə səhnədə? Siz həqiqətən elə bilirsiniz ki, Şərqin gördüyü ən böyük hökmdarlardan birinin oğlu Şah Təhmasib Səfəvinin hüzurunda belə bir söz işlədən biri olacaq, Şah da onu iki yerə bölməyəcək. Bu nə məntiqdir? Özdə kimə? Adam həyatında bəlkə də ən çox çaldıranın zəfərlə yekunlaşmasını istəyib. Hər dəfə fürsət düşəndə bu barədə söhbət açıb, sözün açığı bilirik bunu niyə edirsiniz? Osmanlının qarşılanılmaz böyük dövlət kimi göstərib, Səfəvini isə hər zaman məğlub və kiçik dövlət kimi göstərmək istəyir. Amma nə qədər çalışsanız da Şah İsmayıl və onun törəmələrini gözdən sala bilməyəcəksiniz. Görüşərik.